Salam değerli müəllimlər, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük. Bugün və dünən sertifikat imtahanına düşən suallar üzərindən sizlər üçün bir neçə izah təqdim edəcəm. Dünənki sualları paylaşa bilməmişəm ümumi olaraq hər kəs üçün. Amma bir çox müəllim paylaşmışdı. Oradan ümumiləşdirilmiş sualları götürmüşəm. Yəni burada 2-3 sual deyil, bugün və dünən düşən sualların yəni əksəriyyətini burada qeyd eləmişəm və onların hər biri üzərindən sizinlə müzakirə aparacağıq. Gəlin birinci bugün düşən bəzi sual tiplərinə baxaq. Taksonomiya ilə bağlı bir neçə sual çıxdı qarşıma. İstəyirəm onları sizlər üçün izah edim. YouTube-da paylaşılmışdı. Baxın, deyir müəllim fəza fiqurları mövzusunu tədris edir. Mövzu fəza fiqurlarıdır. Daha sonra şagirdlərə tapşırıq verir ki, şəhər parklarının birində bu fiqurlardan istifadə etməklə bir əşya düzəltsinlər. Baxın, hər hansı bir əşya düzəldəcək şagirdlər. İlk olaraq ağlımıza hansı variant gəlir? Elə o variant da doğrudur. Bəli, yaratmaq gəlir ağlımıza təbii ki. Niyə yaratmaq gəlir? Müəllim olaraq fəza fiqurlarını keçəndən sonra deyir uşaqlar, şəhər parkının birində, istənilən bir şəhər parkında həmin o fəza fiqurlarından istifadə edərək bir əşya düzəldin. Yəni, istədiyiniz bir əşya ola bilər bu. Baxın, istədiyiniz bir əşya. Düzdür? İstədiyiniz bir əşyadan gedir söhbət. Bu halda cavabımız olur artıq yaratmaq. Buna oxşar bizim test bankımızda bir sual var. Hansı ki, yeni çıxan situasiya test bankımızda. Orada nə deyilir? Orada deyir ki, müəllim şagirdlərə filan mövzunu keçdi, filan hissələri təqdim elədi və dedi ki, gedin hamınız bu əşyanı düzəldin, gətirin. Hamısı bir əşyanı düzəldirdi və verilənlərə əsasən. Amma burada görürsünüz, cümlə necə fərqlidir, bir-iki söz fərqi var. Deyir, gedin bu fiqurlardan istifadə edin və istənilən bir əşya düzəldin, istədiyiniz bir əşyanı. Yəni, siz artıq yaradırsınız burada, tətbiq etmirsiniz. Cavab ona görə də çıxır, yaratmaq B bəndi. Ümumiyyətlə, bugün taksonomiyadan düşən suallar məncə çox rahat olubdur. Yenə də inteqrasiya, eyni zamanda idrak taksonomiyası, müəllim-şagird, müəllim-valideyn münasibətlərindən suallar daha çox olubdur. Deyir, bir həftəlik məktəb bufetinin yemək menyusunu hazırlayın. Şagirdlər gedib özləri, belə deyim də, hər hansı bir işi icra eləmirlər. Sadəcə deyir ki, məktəb bufetinin yemək menyusunu hazırlayın. Hazırlanan menyu həm sağlamlıq, baxın diqqətli olun, həm sağlamlıq cəhətdən, həm də büdcəyə uyğun olsun. Sağlamlıqdan və büdcədən danışır. Təbii ki, müxtəlif fənləri əlaqələndirə bilərik burada. Deməli, inteqrasiyanın növünü də yenə də fənlər arası götürəcəyik. Baxın, müəllimlər, gördüyünüz kimi sadə bir nümunədir. Həm sağlamlıq cəhətdən, həm də büdcə cəhətdən deyir, uyğun olsun. Əgər ki, burada fənüstü istəyiriksə, daha geniş bir, daha üst bir səviyyə tapşırıq olmalı idi. Yəni, sadəcə sağlamlıq və büdcə yox, burada başqa şeylər də nəzərə alınmalı idi. Və o şəkildə, burada sadəcə iki məsələ əlaqələndirilir. İki və daha artıq fən əlaqələndirilir və fənlər arası inteqrasiya ortaya çıxır. Bununla bağlı bir çox izahlarda qeyd eləmişəm. Baxın, təbiət fənlərinin əlaqələndirilməsi 90% ilə fənlər arası götürülür. Artıq Artinin verdiyi son nümunələrdən biz belə qənaətə gəlirik ki, bu tip tapşırıqları fənlər arası seçirik. Baxırıq növbəti sualımıza. Burada deyilir ki, mağazalarda müxtəlif endirim kampaniyası təşkil olunur. Həmin mağazalarda endirim kampaniyasından ən səmərəli olanı seçin. Baxın, dəyərli izləyicilər, ən səmərəli olan, ən yaxşısı, ən üstünü, müəllifin mövqeyini müəyyənləşdirmək, bunlar hamısı təhlil etmək mərhələsinin xüsusiyyətidir. Yəni, ən səmərəli olanı seçin deyirsə, avtomatik bizim gözümüzün qarşısında nə canlanır? Təhlil etmək. Düzdür, digər variantların heç birində belə bir xüsusiyyət yoxdur. Önə çıxartma var təhlildə. Yəni, biz xüsusi olaraq nəyisə irəliyə çıxardırıq. Müqayisə etmək, oxşar fərqini tapmaq, müəyyənləşdirmək, fərqləndirmək, bu tip feillər anlamaq mərhələsində də var, anlamaq. Amma birini önə çıxardıramsa, mən ən səmərəlisini, ən yaxşısını seçirəmsə, bu olur təhlil etmək. Dünənki suallardan bir neçəsinə baxaq. Bunlar dünən düşən suallardandır. Burada deyilir ki, sponsor sizə layihə hazırlamağı tapşırıb.
Siz o layihəni qarşı tərəfi inandıraraq elə təqdim edin ki, sizə maliyyə ayırsın. Hə. Burada yaratmaq düşünə bilərsiniz layihə söhbətinə görə. Amma demir ki, gedin layihə hazırlayın və layihə hazırlamağın da hamısı, yəni orada verilən tapşırığın hər birini biz fənn üstüdür və ya yaratmaqdır deyə bilmərik, düzdür? Burada deyir, layihə hazırlamaq tapşırılıbdır, düzdür? Demir, şagird getdi, layihə hazırladı, fəaliyyəti bu cür qurdu, işi bu cür etdi, yox. Deyir, sadəcə layihə hazırlamaq tapşırılıb, belə bir tapşırıq verilib. Və tapşırığın şərti belədir ki, siz o layihəni qarşı tərəfi inandıraraq elə təqdim edin ki, o sizə maliyyə ayırsın. Düzdür? Sadəcə layihənin şərtini verir burada. Demir, şagird getdi, tətbiq elədi, layihəni hazırladı, gətirdi, verdi müəllimə. Düzdür? Sadəcə deyir ki, o layihədə qarşı tərəfi inandıracaq arqumentlər gətirin. İnandırın. İnandırmaq, arqument gətirmək təbii ki, dəyərləndirmək mərhələsidir. Cavab ona görə də C variantı olacaq. Yəqin ki, aydındır fikrim sizlər üçün. Digər sualda belə yenə inteqrasiya ilə bağlı bir sualdır. Bu da dünənin sualıdır. Deyilir ki, xarici dil üzrə tapşırıq. Tapşırıq nə üzrədir? Xarici dil. Bu bir fənn. Bir fənnimiz buradadır. Müəllim şagirdlərə tanış olduqları mövzu ilə bağlı araşdırma aparıb, təqdimat hazırlamağı tapşırır. Şagirdlər bu zaman tarixi faktlara dayanaraq təqdimat hazırlamalıdırlar. Baxın, yenə də görürsünüz. Deyir, hazırlamalıdırlar. Demir, şagird təqdimatı hazırladı, üst bir səviyyədə gətirdi, müəllimə təqdim elədi. Fənn üstü düşünə bilmirik ki, burada yox. Sadəcə deyir, hazırlamalıdırlar. Şagirdlər tarixi, baxın, tarixi faktlara dayanaraq. Deməli, xarici dil 1, tarix 2. İki fənn əlaqəsi varmı? Deməli, burada fənlər arası olacaq. İki yerdə fənlər arası var. Avtomatik fənn üstü olanları silirik. E və yaxud da A bəndi. Şagirdlər araşdıraraq müxtəlif materiallardan oxuyaraq, materiallardan oxumaq, bu bir məzmun xətti, oxu məzmun xətti. Video çarxlar izləyərək, video çarx izləyəndə həm dinləyirik, həm anlayırıq. Dinləyib anlama ikinci məzmun xətti. Bir sualın içərisində əgər iki məzmun xətti varsa, fərqli məzmun xəttləri, oxu və dinləyib anlama. Deməli, burada fənn daxili inteqrasiya da öz əksini tapır. Cavabımız olur A bəndi yox, Y bəndi. Həm fənn daxili oldu, oxu və dinləyib anlama, həm də fənlər arası oldu, xarici dil və tarix fənni. Amma real tətbiq yoxdur deyə hələ biz onu fənn üstü seçmədik. Digər sual tipinə baxaq. Bu da çox asan bir sualdır. Taksonomiyanın bağlıdır. Tapşırıq belədir. Çətin mövzunu oxuyub, onu başqalarının da başa düşə biləcəyi dildə izah et. Mən oxuyub anlayıramsa, başqalarının da başa düşə biləcəyi bir dildə izah edirəm təbii ki, düzdürmü? Deməli, burada artıq cavabımız olur anlamaq mərhələsi. Anlamasam, insanların başa düşə biləcəyi bir dildə izah edə də bilmərəm. Deməli, cavab ilə anlamaq olacaq. Digər bir sualımız. Bir müəllim şagirdə deyir ki, verilmiş mövzuda elə arqumentlər gətirməlisən ki, yoldaşların da sənə inansın. Elə arqumentlər gətirməlisən ki, yəni əsaslı, yoldaşların da sənə inansın. Onları inandıra biləsən. Debatda olduğu kimi, düzdür? Debatda olduğu kimi dəyərləndirməlisən. Bu da olacaq dəyərləndirmə mərhələsi. Arqumentlər gətirmək, başqalarını inandırmaq, dəyərləndirmə mərhələsi hesab olunur. Yəni, belə bir sadə bir sual tipidir. Sonra belə bir sual inteqrasiya ilə bağlı, bu da dünənin sualıdır. Şagirdlərə məktəbin tavanı üçün trapesiya formasında günəş paneli hazırlamaq tapşırılır. Yenə də hələ hazırlamır şagird, hazırlayıb gətirməyib. Deyir, tapşırılır. Deməli, fənnüstü anlayışını beynimizdən çıxarırıq. Düzdür? Hazırlamayıb. Deyir, hazırlamaq tapşırılır. Ölçülər verilir və model qurulmalıdır. Aha, müəllim bu tapşırığı verərkən, baxın, qaydaya həmişə diqqət edir. Bu tapşırığı verərkən hansı inteqrasiyanı reallaşdırır? Hal-hazırda məktəbin tavanı üçün trapesiya, düzdür? Deməli, burada var texnologiya fənni, riyaziyyat fənni, günəş paneli, hətta coğrafiya düşünürəm ki,
Əgər yanlışım varsa düzəldərsiniz. Məncə coğrafiya fənni də burada əlaqələndirilə bilər. Deməli, bir neçə fənnin əlaqələndirilməsi yalnız fənlər arası inteqrasiya olacaqmı? Bəli. Çünki burada fən daxili heç nə yoxdur. Baxın, fən daxili olması üçün nə lazım idi? Ya aşağı siniflə, yuxarı siniflə əlaqələndirmə, şaquli, ya da eyni müxtəlif məzmun xəttlərin əlaqələndirilməsi. Misal üçün, əgər riyaziyyatdan biz həndəsə ilə ölçmələr məzmun xəttini əlaqələndirsəydik, misal üçün, bu olardı fən daxili və ya fən daxili üfüqi, yəni. Və ya deyək, coğrafiyadan, coğrafi məkan və təbiət məzmun xəttlərini əlaqələndirsə, olardı fən daxili. Fən daxili yoxdur ki, və ya mən aşağı siniflə yuxarı sinifi riyaziyyatda əlaqələndirərdim. Texnologiyada və ya coğrafiyada. Deməli, bu halda fən daxili anlayışı yoxdur burada. Fənlər arası inteqrasiya var. Başqa sual varmı burada? Ha, bir dənə də sual var, baxaq buna da. Burada deyilir ki, şagird dərslərində fəal və məsuliyyətlidir. Lakin digər yoldaşları suallara cavab verə bilmədikdə onları qınayır və lağa qoyur. Həmin şagird özü fəal və məsuliyyətli şagirddir. Deməli, akademik nəticəsi yaxşıdır. Lakin problem nədədir? Digər yoldaşları suallara cavab verə bilməkdir. Onları qınayır, lağa qoyur. Deyir, siz niyə dərs yaxşı oxumursunuz? Və başlayır onları lağa qoymağa ki, oxuya bilmirsiniz, öyrənə bilmirsiniz. Misal üçün, özümü qoyuram o uşağın yerinə. Bu situasiyanı düzəltmək üçün müəllimin atacağı, situasiyanı düzəltmək üçün müəllimin atacağı hansı addım daha səmərəli ola bilər? Valideynlə danışmalı və onun öhdəliyinə buraxmalıdır. Yəni, valideyn düzəldə bilsəydi, bu günə qədər düzəldərdi deməli. Və bunu bir kənara qoyaq, təbii ki, bu bir zarafatdır. Valideyn axı evdədir, ailədədir, sinif mühiti lazımdır bizə. Müəllimin edə biləcəyi bir addım lazımdır, düzdür? A bəndi yanlışdır. Ümumiyyətlə belə halları görməzdən gəlmək lazımdır, yanlışdır. Biz nəyi görməzdən gələ bilərik? Sadə qayda pozuntularını, yəni sinifimizə mane olmayan, məktəbə bir mənfi təsir göstərməyən qayda pozuntularını, davranış pozuntusunu görməzdən gələ bilərik. Amma bu hal görməzdən gəlinəsi bir hal deyil. Şagirdə qrup rəhbəri təyin edib, sual-cavabda əsasən onun iştirakına şərait edilir. Sırf həmin şagirdin iştirakına şərait edilir. Onsuz da akademik cəhətdən yaxşıdır. Sual-cavabda onun özünü cəlb eləmək bir əhəmiyyət kəsb eləmir. Yoldaşlarla empatiya qurması lazımdır. Baxın, burada görürsünüz, empatiya sözü verilib, düzdürmü? Və burada da problem empatiya ilə bağlıdır. Bu özü yaxşı oxuyur, digərləri zəifdir. Onlarla empatiya qura bilmir. Deməli, sosial, emosional öyrənmə bacarıqlarının inteqrasiyasına ehtiyac var. Baxın, S-E-Ö. Yəni, S-Ö deyəndə nəzərdə nəyi tuturuq? Sosial, emosional öyrənməni. Müəllim şagird, akademik mentor köməkçi kimi təyin edə bilər, yəni özünə köməkçi kimi təyin edir və nəticədə həmin şagird zəif şagirdlərlə işləyərək sosial, emosional öyrənməyə görə empatiya hissi qazanmış olacaq. Yəni, müəllim deyir ki, gəl sən köməkçi kimi iştirak elə, akademik cəhətdən yaxşıdır axı, fərdi məsuliyyətlidir, fəaldır, mənə köməklik elə. Nəticədə zəif şagirdlərə müəyyən dəstək verəcək orada, köməklik göstərəcək. Görəcək ki, bu uşaq niyə zəifdir? Özü öz yoldaşına empatiya qurmuş olacaq. Deməli, cavabımız da olacaq D bəndi. Yəni, bu variantlara baxanda bunu görməmək mümkün deyil. Belə bir sual. Bu da maraqlı bir sualdır. İş üsulları ilə bağlıdır. Deyir, tapşırıq. Əşyaları şəxsləndirərək onların dilindən esse yazın. Tapşırıq belədir. Əşyaları şəxsləndirərək onların dilindən esse yazın. Şagirdlər isə essedə bu tapşırığı yerinə yetirə bilmir və sadəcə əşyaların funksiyalarını qeyd edirlər. Müəllim şagirdlərin şəxsləndirmə bacarıqlarını inkişaf etdirmək üçün, düzdür, nə etməlidir? Söhbət şəxsləndirmə bacarığından gedir. Yəni, şəxsləndirmə bacarığı nədir? Biz belə bir iş üsulu keçmişik. Bir çox iş üsullarına formalaşdıra bilərik. Adını çəkəcəm bir neçəsinin. Baxın, bu bacarığı biz şagirdlərdə əşya və hadisələri müxtəlif nöqteyi nəzərdən baxın. Ən uyğun iş üsulu budur. Bununla formalaşdıra bilərik. Simulyasiya və ya rollu oyunlarla formalaşdıra bilərik. Başqa hər hansı üsullar da ağlınıza gəlirsə, onunla da formalaşdıra bilərik. Yəni, sırf şagird özünü qoymalıdır. Hər hansı bir insanın, əşyanın, hadisənin yerinə və onu şəxsləndirməlidir.
Deməli şagirdin bu bacarığı yoxdursa, baxın belə bir cavab olubdu. Deyir, şəxsləndirmə bacarığını inkişaf etdirmək üçün təbii ki, problem nədədir? Şəxsləndirmə bacarığında. Variantlarda fərqli nələrsə qeyd olunubdur. Digər cavablarda. Burada amma deyir, şəxsləndirmə bacarığını inkişaf etdirmək üçün, bunu inkişaf etdirmək üçün şagirdlərin müxtəlif bacarıqlardan, yox, müxtəlif bucaqlardan baxışını inkişaf etdirəcək tapşırıqlar verilməlidir. Yəni, siz özünüzü qoyun filan insanın, əşyanın, hadisənin yerinə və öz nöqteyi nəzərinizdən və digərlərinin nöqteyi nəzərindən baxın. Necə ki, o kitabda, Time kitabında belə bir cümlə var idi, deyir, yağış yağır, hər kəsə bir cür təsir edir. Biri sevinir ki, yağış yağır, taksi sürücüsü sevinir ki, müştərilərim çoxalacaq. Maşını olmayan kədərlənir ki, evə necə gedəcəm. Evi olmayan kədərlənir ki, soyuqda qalacam, yağışda qalacam. Sonra tarlası olan sevinir ki, tarlama su dəyəcək və s. Yəni, hər kəs müxtəlif nöqteyi nəzərdən baxa bilər. Belə dəyərli müəllimlər. Aha, burada bir dənə də sual var, elə bildim bitib. Bu sonuncudur. Burada deyilir ki, dərsdə kəsirlər mövzusu keçirilir və möhkəmləndirmək üçün müəllim şagirdlərə oyun qurmağı tapşırır. Baxın, müəllim kəsirlər mövzusunu möhkəmləndirmək üçün deyir, oyun qurun. Onlara heç bir tapşırıq, heç bir nümunə, tapşırıq yox daha doğrusu, heç bir nümunə, heç bir köməklik göstərmir. Sadəcə mövzunu keçəndən sonra deyir, uşaqlar, oyun qurun. Onların quracağı oyun artıq təbii ki, yaratmaqdır. Özləri bir oyun qururlar. Düzdür? Sadəcə həmin mövzu ilə bağlı oyun quracaqlar. Bu da olacaq yaratmaq mərhələsi. Belə dəyərli müəllimlər, hər birinizə uğurlar arzu edirəm. Gördüyünüz kimi sertifikasiya imtahanı sualları çox sadədir. Kurikulumu nəzərdə tuturam təbii ki. 10 dənə sualdan ən azı 7-sini, 8-ini, 9-unu, 10-unu da normal, belə deyim də, həyəcanınızı falan kənara qoysanız yaza biləcəyiniz suallardır. İnteqrasiya, taksonomiya, müəllim-şagird, müəllim-valideyn münasibətləri, eyni zamanda sinifin idarə olunması, diferensial yanaşmaq, bunlara diqqət yetirin. Emosional bacarıqlar, sosial-emosional bacarıqlar, bunlara diqqət yetirin. Qiymətləndirmə bir də həmişə düşür. Burada sualların içərisində yox idi, amma qiymətləndirmə ilə bağlı mütləq suallar olur. Uğurlar olsun hər birinizə. Növbəti video izahlarda görüşənədək.